Sükanın 9 və 3 istiqamətində tutulma səbəblərindən bir neçəsini deyirəm sənə. Birincisi səbəb odur ki, sükan 9-3 istiqamətində tutulanda rahat şəkildə sükanı çevirə bilirik. İkinci səbəb, barmağı uzat qabağa. Görsən, rahat əlin siləcəklərə dönmə siqnalını, yəni pavarotin rahat çatır. Daha sən əlivi götürüb dönmə siqnalını yandırıb söndürməklə məşğul deyilsən. Onu eləsən, balansı itirəcəksən. Bir əlvi düşün, götür sol əlvi, götür, dönmə siqnalını yandır. Yox, sükandan çək əlvi, dönmə siqnalını yandır. Qızım, əlvi sükana toxundurmadan əvvəl necə açsa, bu uca yanlışdır. Bir əl ora gedəndə, onunla məşğul olanda, bu əl balansı qorumaqda çətinlik çəkir. Söhbət professionallıqdan getmir, təcrübəsiz dönəmlərdə gedir. İkinci səbəbi budur, saat 9 və 3 istiqamətində tutmağımızın. Üçüncü səbəb, bax bura, nə yazılır? Airbag. Təhlükəsizlik yastığı. Təhlükəsizlik yastığı, qızım, daxildədir, bunun altındadır. Birinci bu açılır, ardınca təhlükəsizlik yastığı açılır. Və bu da sərt materialdır, görünüşünə aldanma, altı dəmirdir. Qəza anında saatda 300 kilometr sürətlə açılır. Bu bizə nə deməkdir? Biz əgər əlimizi tut buradan bu şəkildə. Bu şəkildə tutsaq, bunun ilk işi bizim biləyimizi sındırmaq olar. Və yaxud da bax, qolunda saat var. Öz əlimizi çırpar üzümüzə, mən indi belə deyim də, siman düşməsin deyə kameranı çevirə bilmirəm. Yəni o saat əlimiz bu şəkildə çəkilib üzümüzə dəysə, gözümüz görməz. Gözümüz görəndə də gec olar. Bax, ikinci səbəbi budur. Üçüncü səbəbi, qabarit məsələsi. Misal üçün, təzə öyrənən ərəfədə hamımızda bu var ki, mən maşının qabaritini tuta bilmirəm. Əsas da sağı. İndi mən el aləmə dərs keçən adam, yəni uşaqlıqdan maşın sürən adam, elə bilirsən, məndə o hiss olmayıb, vallahi məndə də olub. Sadəcə olaraq bəzi insanlar özlərini çox mükəmməl göstərmək istəyirlər. Ona görə də nağıl danışırlar ki, mən elə oturdum, sürdüm. Elə deyil. Bax qızım, 9-3 tutma, yəni o sağı hiss eləməyin də bir yolu var. Əgər əlvi 9-3 tutmusansa, maşının sağı sağ əlindir, solu sol əlindir. İndi sağ əlvi tutduğun yerdən uzat qabağa. Götür də sükandan qızım. Uzat, bax, bax, bu şəkildə qabağa. Yox, oradan tutmamışdın, bu şəkildə tutmuşdun. Düzdür, bax, 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 bu şəkildə. Bax indi, əlvi bu şəkildə tutmusansa, hara gedir çıxır əlin? Bu barmağı sal aşağı, baş barmağı. Hara gedir çıxır? Sağ tərəfə. Bir vizual xətt çək əlvin tuşu ilə. Düz gedir maşının ortasına çıxır. Köhnə sayaq avtomobillərdə, misal üçün Mercedeslərdə, maşının ortasında, kapotun üst qismində yumru bir simbol var idi, Mercedesin işarəsi. Bax, niyə o işarəni sağa, sola, yox, məhz ortaya? De, bax, orada Mercedes dayanıb, arxasında var, görsən, düz mərkəzə, bütün maşınların logosu düz mərkəzdədir. Və o kapotun üstündə olandı, niyə ora qoyurdular? Sürücü raşot götürə bilsin deyə. Yəni onu qoymağa nə ehtiyac var? Mercedes də tanınır, Toyota da tanınır. İndi bəli, müasir avtomobillərdə yoxdur. Niyə? Çünki müasir avtomobillərdə 360 dərəcə kamera, zolağa nəzarət, ölü zona, hər şey var. Amma əvvəl bunlar yox idi. Yəni, indi bizim maşında da həmən o kapotun üzərində, mərkəzdə olan simvol yoxdur. O yoxdur deyə, deyir o, istəyən çarəsini, istəməyən bəhanəsini tapar məsələsi. Bax, mən siləcək ki var, şüşə silənimiz. Onun, bax bu, görsən, çıxıntılı yeri var, düz mərkəzdə. Bax, o plasmasını qaldırmışam ki, siz orient olsun sizin üçün, raşot götürə bilərsiniz. O haradadır? Düz maşının mərkəzində. Sən də elə bilərsən. Və yaxud da ora bir qırmızı lent, misal üçün, nəsə skoç yapışdır. Bax, amma mən demirəm ki, bir tək ora baxaraq maşın sürürük. Yox, qəti şəkildə. Baxarkən, qızım, sən sükanı burax, rahat otur. Baxarkən, balaca qaza toxun, həzin. Hər tərəfə, uzağa və geniş baxmalısan. Bayaq sənə izah elədim axı ki, baxış necə olmalıdır.
Bunu ona görə sizə izah eləyirəm hər birinizə. Ona görə bu məlumatı, bilgini verirəm ki, sizin sağa qarşı olan fobiyanız, qorxunuz yenilsin. Siz sağı hiss eləmirsiniz deyə. Elə düşünürsünüz ki, bax misal üçün indi oturmusan da, elə düşünürsən ki, aha, maşının sağı uca bardura dəyir. Amma əslində bax sağ güzgüyə. Dəymir. Kifayət qədər məsafə var və bu sağa qarşı olan fobiyan səni məcbur eləyir ki, sən solla gedəsən, cəmaatın yoluna çıxasan. Onda da nə qarşıdan gələn rahat keçə bilir, sənə işıq siqnalı ilə marqat eləyir. Arxadan gələn də sənin böyründən ötüb keçə bilmir, o da siqnal verir və sənin də qorxun azalmır ki, arta-arta gedir. Yəni, maşının ortası, maşının sağıdır. Bax indi, həmin o çıxıntı hardadır qızım? Düz bardurun üzərində. Bax. Maniyan nədir? Bardurdur. Onu bardurun üzərinə apar. Buraxdor musun? Yox, ani yox. Bax, bardurun üstü ilə gedir, düzdürmü? İndi sükanı biraz sola elə. Elə, qorxma. Bax, bax, bax. Görsənmi? Bardurdan aralaşdı. O bardurdan aralaşırsa, deməli sən uca gələnin yoluna çıxırsan. Və yaxud da sağa elə, qorxma. Elə. İndi görsənmi, bax, yavaş-yavaş bardura yaxınlaşır. Uca barduru keçdi mi? Deməli, sən bardura dəyirsən. Təkrar olaraq vurğuluyuram. Bir tək ora baxaraq maşın sürülməz. Bunu ona görə izah edirəm ki, sağa qarşı olan qorxunuz yenilsin. Hər tərəfə bax, ara sıra onunla müqayisə apar. Görsən yolun sağındasan, yoxsa solunda. Yəni, bunun kimi döngələrin də hesablaması var. Güzgülərdən arxadan gələn nəqliyyat vasitələri ilə olan ara məsafəmizi müəyyənləşdirməyin də öz hesablaması var. Parklamanın da geriyə hərəkətində. Rəşid müəllim demiş, elmdən kənar heç nə yoxdur. Amma sən uca profesional həddə çatan da qızım, nə sənə bu lazım olacaq, nə sükanı 9-3 tutmaq lazım olacaq, nə o döngələrin raşotu. Onda bəli, sən hissiyatla hərəkət edə biləcəksin. Aydın oldu?